Deməli, indi poster hazırlayırıq. Və hansı qaydada gedəcək, hansı üsulla getməliyik. Birinci, gəlin Burger King üçün hazırlayaq. Bunun üçün Burger Kingə uyğun olan posterləri nümunə kimi götürürük. İlhamlanmaq üçün illüstrator atırıq. Qıraqda yığırıq belə posterlərimizi. Ölçü 1080-də 1350 olur. Adı üstündə sosial media olduğu üçün bu Instagramda filan paylaşılacaq. RGB olur və 1080-də 1350. Birinci nümunələrimizi yığırıq. Qıraqlara atırıq nümunələrimizi. Bir neçə nümunə tapırıq və bir-birinə yaxın, bir-birini tamamlayacaq şəkildə olanlar və ayrıcı olay hərəsindən ilhamlanmış olacaq. Məsəl üçün bir dənə də tapaq. Qızıl rəng nəsə qoymaq olur. Necə? Qızıl rəng nəsə e, yazı ya xətt çəkmək olur. Burger King üçün Ümumiyyətcə. baxır xidmətə də, yəni zərgərlik Heç üçün vaxt qızıl, heç zərgər vaxt qızıl, həmişə o, buyurun. zərgərlik üçün eləyə bilərsən. Tamam. 3 dənə posterimiz var bizim. Bunlardan indi ilhamlanacaq. Və Burger King üçün hazırlayırıq. Birinci backgroundumuzu hazırlayırıq. Backgroundumuzu hazırladığımız üçün diqqət edəcəyik backgrounda. Backgroundda necə hazırlayırıq? Burada var belə qırıq-qırıq şəkildə eləmələri. Məsələn, distortdan eləyə bilərik. Bunu keçmişdik. Belə sadə bir background kimi line xətt gedir, bunu eləyə bilər. Pattern kimi eləyiblər, arxada opacity-lə azaldıblar o pizzaların. Məsələn, ilhamlandıq. Birinci background analiz etdim. Görürsünüz, vizualı, font dizaynı analiz eləmədim hələ ki. Çünki background üstündə birinci fokuslanıram. Və bir background hazırlayıram. Burger King-in rənglərini bilməliyik. Narıncı, sarı bu tipli rənglərdir. Alternativlərimiz Qırmızı. ağ, boz. Necə? Bir də qırmızı. Qırmızı yoxdur onlarda. Narıncıdır. Bu rəngdir. Hmm. Burger King-də qırmızı olmur. Və deyək ki, Burger King-imizi sarı bu rəng edirik. Rəngi bu cür təyin elədik Burger King üçün. Təxmini olaraq da. Və indi biz backgroundumuzu abstrakt şəkildə hazırlamaq istəyirik. Yəni fiqurdan istifadə edərək istəyirik bunu hazırlayaq. Burada məsəl üçün xəttləri ortadan belə fiqur şəklində qoyub. Biz də belə bir şey eləyəcəyik. Dairə çəkəcəyik. Və bunu bu rəngdə eləyəcəyik. Bu Burger King-in rəngidir. Və bunu belə ortaya qoyuruq. Böyük şəkildə. Bundan ilhamlanaraq yola çıxdıq ki, biz də orta dairə bir şeydir. Və bu bizim backgroundumuz oldu. Bu bizim backgroundumuzdur. Backgroundumuz hazırdır. Və loqonu hara qoyublarsa, siz də ora qoya bilərsiniz. Yəni, o şablon bir şeydir. Ya bura qoya bilirik, ya buralara, ya buralara, ya buralara qoyuruq. Gəlin Burger King-imizin loqosunu götürək. Hələ kiçik şeyləri. Burger King, logo, page. Page şəklini götürmək üçün logo page yazırıq. Və arxası belə transparent olacaq olanı götürməyi və bu transparent deyil, ağ rəngdədir. Bu da transparent deyil, ağ rəngdədir. Bu da lazım transparent. Ha, bu transparent. Biraz arxası transparent. Bunu götürürük.
Yükləyəndə transparent düşür. Kopyalayanda transparent düşmür. Bunu götürürük. Bu bizim Burger King'imiz. Doğru. İndi sərgəli şəkildə hər tərəfdən sərgəli olması üçün şkalamızı çıxardırıq, Ctrl R eləyirik, şkalalarını işləyirik. Bunlar yazılar və loqolar üçündür. Hər tərəfdən eyni ölçüdə olmalıdır. Hər tərəfdən. Hər tərəf eyni məsafə olmalı. Dörd tərəfi də. O loqomuzu artıq oyunda şkalanın üstünə qoyuruq. Bu sadəcə fontlar və loqolara aiddir. Bu loqomuzda görürük ki, loqomuz yaxşı görsənmir. Bu sarının üstündə. Bunun bu təzəsində bu rəngdir. Petka ilə bu rəng eləyək. Təzəsində bu rəngdir. Və bunun Arxanı saraltmaq olar. arxanı nə eləmək? Sarı eləmək. Burger King-ə uyğunsa eləmək olar, uyğun deyilsə eləmək olmaz. Yəni, olar olmaz söhbət deyil, uyğunluq söhbəti var. Sadəcə onu analiz eləmək lazımdır. Ona diqqət eləməlisiniz. Loqo, baxın, indi daha yaxşı görsənir. Arxaya bir rektangle atırsınız və belə daha səliqəli görsənmiş olur. Loqo da üzə çıxmış olur. Belə etməyimiz olar. Yəni, loqo itərkən, əgər loqo öz rəngini qorumaq istəyirsinizsə, o zaman arxasına ağ ya da qara təzərdə edirsiniz ki, loqo üzə çıxmış olsun. Yəni, loqonun üzə çıxması üçün çalışırsınız. İndi, gəlin vizualımızı işləyək. Burada ortaya qoyublar. Biz də ortaya buradan qoymuş olacağıq. Bizə burger qoyacaq. Burger peyniri yazırıq. Və burger şəkli qoyacaq. Məsəl. Və şəkilləri seçəndə də belə maraqlı, vizuallı, belə iştah artırıcı, fast foodda axı. Fast foodda iştah artırıcı olmur. Məsəl belə templərdə. Bunu keyfiyyətli şəkildə yükləmək istəyirsinizsə, hər zaman şəklin saytına gedin. Şəklin açıqlı saytına gedin. Oradan download edin. Və keyfiyyətli şəkildə bax. Nə qədər çox keyfiyyətdə eləsəz, çünki baxın, burada ölçüsü 960-ın 960-adır. Amma biz yüklədik 2048-in 2084-ün 2084-ə. 1000-dən yuxarı olanda şəkil keyfiyyətli olur. 1000-dən aşağı olanda şəkil keyfiyyətsiz olur. Və bunlara diqqət edin. Və bu burgerimizi götürdük. Gəldik bura. Belə çölə də çıxır elə. Bunun içərisindən. Belə templərdə. Biz hətta bunu ağ da eləyə bilərik. Backgroundumuzu. Belə templərlə hərəkət etməyimiz ola bilər. Görürsünüz, bir də background rəngini dəyişməklə vizualın necə abu havasının dəyişməsini görə bildiniz. Tərsinə də elə bilər. Məsələn, bunu qırmızı eləyə bilərik. Siz bayağı düz dediniz. Qırmızı var bölgüdə. Amma yenilənmiş versiyadadır. Belə də eləmək olur. Görürsünüz, necə dəyişir atmosfer. Atmosfer o dəqiqə dəyişir. Yəni, bir rəng nə qədər dəyişikliyə gətirib çıxartmış olur. İndi, baxın, bu vizualımızı buradan ilhamlandıq. Biz də bu şəkildə qoymuş olduq detalımızı. İstəyirik, məsəl üçün, tutaq ki, buna məsəl üçün kölgə vermək istəyirik. İndi buna kölgə verməyin yeri olmayacaq da. Bunda kölgənin yeri olmayacaq. Amma bu məsəl üçün bu vizualı bir dənə hərli gözünü bağlayım. Başqa bir dənə tutaq ki, burger götürürük. Ona altına necə kölgə verə bilərsiniz? Məsələn, mən budur tutaq ki. Preview göstərirəm ki, altına necə kölgə verə bilərsiniz? Alt kölgə. Drop shadow-la verə bilmərsiniz onu. Drop shadow divara yansıyan kölgələr üçündür. Belə bir buna necə kölgə verə bilərsiniz altına? O kölgəsi yoxdur da.
Əgər onu göydə saxlamaq istəyirsinizsə, kölgə ilə göydə saxlamaq istəyirsinizsə, gəlirsiniz dairəni seçirsiniz. Və belə bir formada çəkirsiniz. Qara eləyirsiniz onu. Pasiçini açıram. Opacitysini azaldırırsınız. Sonra gəlirsiniz effekt, bulur, Gauss'un bulur. Və bulurunuzu verərək tənzimləyib kölgənizi əldə edirsiniz. Gördünüz? Və bu şəkillərdə kölgələrinizi, alt kölgələrinizi verə bilərsiniz. Gözünü açdıq. Burada ehtiyac yoxdur kölgəmizə. İndi vizualımız bir dənə PNG-dir. Mən istəyirəm 2 dənə PNG işləyim. Maraqlı, fərqli bir şeylər eləmək istəyirəm tutaq ki. Məsələn, istəyirəm buradan belə pomidor çıxsın, biber çıxsın filan. Ya başqa baxa görə bölgü üçün nə etmək olar? Vizuallar çoxdur. Bölgü üçün başqa vizuallar çoxdur. Açmışdım üstündə. Evet, pomidor götürək, tomato. İkinci partlayanlar da geçirdi. Hə? Bu partlayanlar da geçirdi. Ha, bir tane gelin sola. Ha. Bu sadəcə biraz Aa, art üslubundadır. Real olmalıdır. Real işləyirik. Bu art üslubundadır. Bu gedər. Bu qədər amma çox şitdir də, çox partlayır. Biraz minimalist. Doğranmış götür. Tomat reklamı eləmiş olacaq biz onları qoysaq. Bizə lazımdır dilimlənmiş və belə bir şeylər lazımdır. Bunu götürərək. Bunu götürdük. Bir dənə bura. Ctrl-C, Ctrl-V elədik. Belə tərsini çevirdik. Bunun da arxasına. Gəlib layer'dan dairə arxasına atırıq. Arxadan da belə çıxmış olur. Bunu seçib, gəlirik effekt, bulur və radial blura gəlirik. Radial blurda spin var, spiralvari blur vermiş olur. Zoom isə uzaqlaşdırıcı dərəcədə vermiş olur. Biz spini seçirik. Quality-ni good edirik. Amount-u biraz artırırıq. OK eləyirik və belə tipdə bir atmosfer əldə edirik. Sanki fırlanırmış kimi. Birini və bu şəkildə eləyirik. Və bu templərdə hərəkət eləyərək vizualınızı, məsəl üçün, tamamlamış olursunuz bir neçə PNG-lərlə. Və bu konversiyalı şəkildə belə işləyə bilərsiniz. Və bu üslubda. İndi deyək ki, vizualımız hazırdır. İndi keçirik font dizaynı. Yəni loqonu aşağı qoyaq. Yuxarı font dizaynı yazaq. Font dizaynları sağda, solda, yuxarıda, aşağıda, belə yerlərdə olur. Yəni loqo kimi hərəkət edirlər font dizaynları. Və burada darısqalçılıq yaradır. Nə etməliyik? Qoymalıyıq bura. Və burada hər şey darısqaldır. Bunu qoyuruq bura, qırağa onda. Şkalanın üstünə. Məsəl üçün, qoydu bu hissə. Bu hissə web-sayt yaza bilərik. Web-saytlar çox sadə fontdan yazılır. Məsələn, burgerthink.az. Fontumuzu dəyişirik, daha sadə font eləyirik. Məsəl üçün, böyüdük və qoyuruq şkalanın qırağına. Maneçilik yaratmayacaq şəkildə. Belə minimalist şəkildə saytın adı boyunca da böyüdə bilərik. Və web-saytımız. Trim view eləyəndə nəticəni görə bilərik. Hər iki belə getmiş olur. Təzədən trim view eləyirik. İndi vizualımız hazır, loqomuz hazır. İstəsək biz bu dairəni seçib FX-dən drop shadow verə bilərik. Və detalları bir-bir belə fikirləşirsiniz də. Belə templərdə də kölgəmizi verə bilərsiniz.
belə atmosferlərdə. Çünki burgerə o tip kölgə vermək olmaz yəni. Ona ehtiyac yoxdur. Aa, İndi keçirik font dizaynımıza. Font dizaynı baxımından artıq fontumuzu bura diqqət eləyəcəyik. Special offer məsəl üçün yaza bilərik. Və indi font dizaynlarına başlayır fikir verməyə. Font dizaynı necə yazıblar? Birini böyük, birini balaca. Belə yazı tipli fontlar işlədiblər, tozlu fontlar işlədiblər. Fontların ətrafında belə maraqlı balaca detallar, fiqurlar veriblər. Biz də eləyə bilərik. Yazırıq special və special sözünü ayrıca yazıram. Offer heç yazmıram. Special-a bir font seçirəm. Məsəl üçün. Bunu ağ eləyirəm. Hərflər arasındakı məsafəni genişləndirirəm. Daha belə geniş olsun. Gətirəm bunu tək qoyuram bura. Mərkəzləşdirirəm. Align-dan mərkəz eləyirəm bunu tam. İndi offer sözünü yazıram. Fikir verin, tək-tək yazdım. Bunu böyüdürəm. Bunu da ağ və yaxud da ki, petkanı götürəm buradan qırmızı bu tipdə eləyək. Offer'ın fontunu dəyişirəm. Məsələn, deyək ki, brushlı bir font işlədirəm. Belə tipdə. Bəlkə bunu da qoyuram o belə bir şəkildə bura. İkisini bir yerdə seçib, böyüdürəm. Mən məsəl üçün bu şəkildə bir font dizaynı vermiş oluram. Əgər bura tərəflər darısqalçılıq yaradırsa, bunları seçirəm hamısını. Yəni çəkdiyim elementlərimi. Salıram aşağı. Darısqalçılıq yaratmasın deyə. Məsəl üçün aşağıda olsunlar biraz. Bu rahat olsun burada. Mən də bu tipdə font dizaynı verdim. Bunlara baxdım və bunu alternativini çıxartdım. Bu şəkildə məsəl üçün elədim. Bunun ətrafına burada belə fiqurlar veriblər. Burada bir balaca dairə var. Mən də struklu bir dairə verirəm bunun qıraqlarına. Seçdim, kopyaladım, Ctrl-C, Ctrl-V. Məsəl üçün, ətrafına belə bir balaca dairələr verdim. Gözü xırdalana qədər gedirik. Baxırıq, ilhamları diqqət edirik. Rənglərini dəyişə bilərik. Ağ eləyə bilərik, bax, bu şəkildə. Bu hissəsini bu şəkildə fırladırıq. Hətta istəsək belə də eləyə bilərik. Special offer yazırıq, çox böyüdürük. Gətirir belə arxasına, üstünə belə qoymaq. Və belə tipdə də eləyə bilərsiniz. Amma bu qarışıq görsəndi. Sadəcə buradan ilhamlandıq. Buna qarışıq görsəndi. Ona görə belə balaca bir şəkildə eləyirik bunu. Ətrafında balaca dairələr. Sonra istəsək, məsəl üçün, biraz da bunu aşağı eləyə bilərik bunları. Bunları biraz da aşağı eləyirik. Və açıqlayıcı məlumat kimi lorem ipsum yazırıq bura. Belə dartırıq. Bu fontu sadə eləyirik. Sadə, nazik. Açıqlayıcı bir hissə yazırıq. Belə tipdə də bir atmosfer, abu-hava qata bilərik əlavə olaraq. Məsəl üçün. Və yaxud da belə də saxlaya bilərik. Detallar, bax, sizə detalları sadəcə göstərməyə çalışıram. Belə bu şəkildə də bitirmək olar. Bunu ağ da eləməyimiz olar. Bu şəkildə də bitirə bilərik. Sadə, minimalist halda. Və yaxud da istəsək backgroundumuzu biraz da dəyişə bilərik. Məsələn, backgroundumuza arxasına bu pomidorlardan götürüb arxaya da ata bilərik. Və yaxud da pomidor əvəzinə belə pomidor olar. Pomidoru götürürük.
Buralara qoy, opacity-ni azaldır, amma çox azaldırıq da, belə 7% falan edirik, belə arxada sadəcə belə yüngülvari göstərici şəkildə. Bunları işlədəndə bucaqların dəyişək. Eynisini işlədirsə bucaqların dəyişir hər zaman. Belə bəzi yerlərinə bucaqları dəyişərək background üçün və belə templərdə də qoyaraq background-a əlavə bir atmosfer qata bilərsiniz. Gördünüz arıcı necə getdi? Yəni hissə isə etap-etap gedəndə, xırdalana qədər gedəndə ortaya bir iş çıxmış olur. Və indi background-u dəyişirəm rəngini. Məsəl üçün eləyirəm ta ki boz. Boz eləyəndə tamam başqa bir atmosferdir. Qara eləyəndə tamam başqa atmosferdir. Başqa bir Hı. renk bu hava qatır. Qarada getmir elə də. Ağ eləyəndə tamam başqa cürdür. Bunları onda biz boz eləməliyik. Yəni bax belə işləri görəndən sonra bunun background-unuzun rəngini dəyişərək də testlər apara bilərsiniz ki, atmosfer necə olur. Gördünüz, ağda tamam başqa bir cür görüntü yansıdı. Başa düşdünüz? Necə hazırlayacaqsınız posterlərinizi? Bəli, Aydın oldu hər şey. bəli, bəli. Nəsə sualınız, qaranlıq qalan tərəf işləyə biləcəksiniz. İnşallah. Asandır. Tamam, bunu sevindim. Borcunu ad qaytarsınız. Tənbəllik elədiniz ha. Paterin Swatch'da görsənmir deyə flyer qaldı. Niyə flyer düzəldim də ondan. Nə vaxtda inşallah. Sabah. Bugünə Sabah göndərmişsiniz erkən. axşama. Olar, axşam olar. Ha, gecə işləyəcəm. Gözü işdən göndərin. Tamam. Tapşırıqlarınızı atım sizə. Elə indi atıram. Sonra gec olur, günahkar olurum. Deməli, eynisini işləyəcəksiniz. Verirəm poster eynisini işləmək üçün, əl üzünü öyrəşməsi üçün. Sadədən başlayaq. Mürəkkəbə doğru gedək. Bir bu. Və bu da alovlardır. Hazır alov pencilər götürə bilərsiniz. Hər şeyin qabağına penci yazaraq saytlardan filan yükləyərək götürə bilərsiniz. Ha. Yəni pencilərlə işləyəcəksiniz. Pencilər yükləyəcəksiniz. Və burada çətin bir şey yoxdur. Kopyalayıb atıb aşağıya. Tüstülər Çevirib. ayrıcadır. Yazılar və font dizaynlarına diqqət edin. İndidən baxın, nəsə sualınız var. Siz işləyəndə niyə mənə sual vermirsiniz? Dərs Var, var. sual verirsiniz. Yadıma düşdü. Bir şey var bu həmişə Nə? vizit kartlarda falan vizitdən səsim gəlir. Hə, gəlir, gəlir. Vizit kartlarda falan həmişə mən informasiya bölməsində ya dairə qoyuram, ya kubik qoyuram. Amma həmişə istəmişəm telefon şəkli, nə bilim Facebook şəkli də belə. Onları hardan qoyum? Ya çəkin, İkonlar, ya, ikonlar. ya çəkin özünüz. Hı Ya -hı. da ki, girin flaticon.com-a. Burada yazın Facebook. Yükləyin də. Doğrudur. Ya da Google-a da yaza bilərsiniz. Facebook page, ikon page çıxacaq. Yəni bir pizza necə axtarırsınızsa, ikonu da o cür axtara bilərsiniz də. Ya da özünüz çəkin. Bildiniz? Evet. Məsələn, burgerlərin eynisi olması da olar. Amma biraz yaxın, biraz fərqli, tamamlayıcı şəkildə olsa yetərlidir. Ama eynisini yaradıram da. Dizayn olaraq hə, amma burger məsəl üçün fərqli də ola bilər. Fərqliliyi də qata bilərsiniz. Üç dənə oldu. Azdır tapşırıq. Hı. Azdır.
Üçüncü günə qədər verməsəz bunları, 10 dənə tapşırıq olacaq, xəbəriniz olsun. Tamam. 3 dənə poster, indi flyer da verirəm sizə. Flyer bir üzlü hazırlayacaqsınız bu dəfə. Yəni, bir dənə A4 düz. Tamam. Onda ancaq A4 yazıram da, heç nə yazmayacağım. Adobe açanda. Düz. Düz bucaqlı yox, düz. Vertikal, horizontal yox. Hı hı. Yes, bunu flyer kimi. Flyer poster biraz oxşardır bir üzdü. Sonra bir dənə də biznes kart. Biznes kart işləyəcəsi 200-dür. Biznes kart üçün mən qızıl renk istemiştim. Nə? Biznes kart üçün həmişə istemiştim qızıl renk. Yadımdan çıxırdı soruşmaq ki, o necə olur. Qradiyentlə. Qradiyent. Bula qradiyent damısı. Hmm. Yəni, bu yaxşı deyil ki. Zəhləmə də qızıl rəngində. Beş dənə tapşırıq. Az dənə 5 dənə tapşırıq. Yaxşıdır. Artırmayın. No. Baxaq. Sağlamlığımı da nəzərə alaraq. Yaxşı, sağlamlığa görə 5 dənə. Baxın, işləyən vaxtında sual olsa soruşun da. Yəni, dərsin 10 dəqiqə, 15 dəqiqə qalmış soruşursunuz. İş zamanı soruşun ki, başlayalım onu işləyəsiniz də. Və burada çətin bir şey yoxdur. Kölgəni də bildiniz. Hı hı. Burada nəsə sualınız var? Yəni, Yox? yox. Burada. Belə baxmayın ki, çətin bir şeydir. Parça-parça baxın. Loqonu qoyub bura. Font dizaynı verib. Eynisini verəcəksiniz. 2 dənə burgerin eynisidir. Kopyalayıb atıb. Çevirib. Çevirib. Arxasına bir dənə belə vizual verib. Bu hissəsi Photoshopluqdur. Bu hissəyə heç nə eləmərsiniz. Bu hissə qradiyent işləyərsiniz. Bu hissəsi çünki Photoshopluqdur, pozanla silmək üçündür. İllüstratorda şəkillər pozanla silmək olmur. Hı hı. Ona görə burada qradiyentlə işləyərsiniz. İkonlardır, oxlar. Fontlardır, yazılar. Oxlar, yazılar. Tüstü verərsiniz bunun əvəzinə. Tüstü pencilər filan. Yaxşı. Sonra. Burada da. Baxın. Radial bulurlar. Bayaqlar göstərdim. Hı. Spin varı bulurlar. Sonra. Burada yazılanlara fikir verməyin. Amma burada yazılıb dizayn. Bu saytın sadəcə adıdır. Bu xəttlərə fikir verməyin. Siz düppədüz hazırlayın. Arxa fona fikir verin. Necə qəribədir. Backgrounddur da. Hə, Backgrounddur. Siz bunu çalışdım. sadə eləyərsiniz. Gradiyentdə eləyərsiniz. Bu çünki Photoshop işidir. Siz arxasını sadə eləyərsiniz. Yəni, nədə çətinlik çəkdiniz? Gördünüz Photoshop işidirsə, onu illüstratoruna öz idealınızdan əvəzləyin. Yaxşı? Yoxsa düşmədi şeyə, görsənmədi, nə bilim, paterin, ona görə işləmədim, belə bir tənbəllər eşitməyim. Hı. Aydındır? Aydın. Eşit. O zaman uğurlu Gününüz günlər. xoş keçsin. Sağ Sizin də olun, sizin də. bu günlər diləyirəm. Sağ olun. Sağ olun, hələlik.